Egey dənizində 2 aydan artıqdır ki, itkin düşən Azərbaycanlı dənizçilərdən xəbər var. Dənizçilərin hər üçü sağ-salamatdır və hazırda Liviyanın paytaxtı Tripolidə Tacura prokurorluğunda dindirilirlər. Bu barədə Liviyanın Azərbaycandakı səfirliyi itkin düşənlərin ailəsi ilə bugünkü görüşü zamanı məlumat verdi. Səfirlikdən bildirdilər ki, dənizçilər 3 dəfə icazəsiz şəkildə Liviya sularına daxil olduqları üçün gəmi ilə bərabər saxlanılıblar. Üstəlik ki, Türkiyənin Kalkan 1 gəmisinin adı neft qaçaqmalçılığında da hallanır. Amma bu məsələ tam təsdiqini tapmadığından hələlik araşdırılır. Liviyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Abdulrızaq Şakaya isə dənizçilərin ailəsini əmin etdi ki, bu məsələdə birbaşa şirkət məsuliyyət daşıyır. Heyət dindirildikdən sonra sərbəst buraxılacaq. Bunun üçün o həm rəsmi, həm şəxsi kanalları ilə əlaqə saxlayır. Gəmi Liviya sularına daxil olarkən yanacağı bitib. Üstəlik onlar suya icazəsiz daxil olublar. Gəmidə nə olub, nə aparılıb bu barədə məlumat yoxdur. Ona görə də Liviyanın Tripoli şəhərindəki porta aparılıb. Amma mən onların hər birinin ailə üzvlərinə bildirmək istəyirəm ki, narahat olmasınlar, ən qısa zamanda bu məsələni həll edəcəyik. Bunun üçün aidiyyatı orqanlar araşdırma aparacaq və ən qısa zamanda azad olunacaqlar, ölkəyə geri qaytarılacaqlar. Bunun üçün əlimizdən gələni edəcəyik. İtkin düşən həmyerlilərimizin yaxınları isə bugünkü görüşün tezliklə müsbət nəticələnəcəyinə ümid edirlər. Onların sağlamlığı yerindədir. Elə bizə o lazım idi, biraz ürəyimiz rahatlandı. İndi bizə söz verirlər ki, tez bir zamanda onlara kömək edib ailələrinə çatdıracaqlar. Xarici İşlər Nazirliyinin rəsmisi Hikmət Hacıyev deyir ki, məsələ Nazirliyin diqqətindədir və dənizçilərin ailələrinə qaytarılması üçün bütün lazımi prosedurlar görüləcək.